uşaqlar, deməli, ümumi təkrar üçün lazım olan bir məqamlara toxunmaq istəyirəm. Əlbəttə ki, zvuki reçi ilə bağlı sizdə suallar olacaq, 100%, yəni hər hansı bir fonetikadan suallar olacaq. Siz yadda saxlamalısınız ki, bu o və y. Məsələn, o vurğusuz halda a kimi tələffüz olunur. Y vurğusuz halda və ya i kimi tələffüz olunur. Bu da nədə olur? Məsəl üçün, şərtdə verilir ki, не совпадает. Не совпадает nə deməkdir? Tələffüzü uyğun gəlmir. Sonra qalın, incə, cingitli və kar samitləri də fikir verməlisiniz. Çünki tələffüzdə çox ona baxacaqsınız. Sonra mərkəz znakın funksiyaları. Ayrıcı bildiyiniz kimi разделительный mərkəz znak, sonra смягчающий mərkəz znak və qrammatический mərkəz znak da. Bunu yadda saxlamalısınız ki, bu hissədə görürsünüz. Məsəl üçün, padyom sözü də biz deyirik ki, niyə eynidir? Çünki y-nı eşidirik, amma tverdo znakı eşitmirik. Şipəşiləri yadda saxlamalıyıq ki, şipəşidən sonra hansılar yazılır? Bu tez-tez düşür. Məsəl üçün, görürsünüz, i yazılır, amma i kimi eşidirik. I yazılır, amma i kimi eşidirik. Sonra çə heç vaxt ya ilə yazılmır. Bu da a ilə yazılacaq, u ilə yazılacaq. Bir dənə yadda saxlamalı hansı sözlər var ki, juri, paraşut və broşura. Bunlarda yəni bu yox, yu yazılacaq. Buna baxırsınız. Sonra keçirik. Başqa sizdə lazım olacaq bir. Deməli, leksikologiya ilə bağlı. Əlbəttə ki, primoya və переносное значение sizə lazım olacaq. Yəni, primoya значение həqiqi mənadır. Biz onu doğrudan təsvir edə bilərik. Məsəl üçün, zolatoy serебrini verirsə material baxımdan, məcazsə sonradan yaranan sinonimləri, antonimləri mütləq şəkildə bilməlisiniz. Burada sizdə tez-tez düşməsə də belə, siz nəyə əsasən, nəyə baxırsınız? Məsəl üçün, deyir ki, одинаковая приставка çox nadir hallarda olsa belə düşə bilən bir sual tipləridir. Və deyir ki, məsəl üçün, подбежать və deyir ki, məsələn, подкармливать. Burada одинаковая приставkalar olacaq pod. Çünki korm sözündəndir. Beş də eyni kökdür ona görə. Amma bunlara artıq fikir verməlisiniz. Yəni, собственные xüsusi isimlərdir və belə deyək, заглавная bukva ilə yazılır. Yəni, böyük hərflərlə yazılır. Və narицательный ümumi isimlərdir. Sonra canlı, cansızları mütləq şəkildə bilməlisiniz. Canlıların istisnasını bilməlisiniz. Cansızların istisnasıdır. Bu ki, məsəl üçün, toplu isimlər varsa cansız götürürük. Onu bilməlisiniz. Peşələr də canlıdır. Trup sözü cansızdır. Heyvanlar canlıdır rus dilində. Sonra muşskoy rod olan sözlərdir. Daha çox bu sözlərə fikir verin ki, bu a ilə ya ilə bitir, amma muşskoy rod sözdür. A ilə bitən, sonra raznosklonyayevadan put sözü, məsəl üçün, женский rod a ilə ya ilə, sonra os ilə ye ilə bitən, şipəşilər də. Daha çox baxın, titrat, земля, armiya sözü düşür. Sonra srednidən rujyo, дело, море sözü düşür. Və digər sredni rodda bu müxtəlif cür halanan isimlərə aiddir. Daha sonra bilməlisiniz çislodan, yəni hansıların ki, həm təkdə, həm cəndə olan forması var. Və sırf bu sözlərə də daha çox diqqət yetirin uşaqlar. Çünki burada baxın, imя, imena, человек, люди burada. Burada hətta rебенок, дети də yazın. Çünki orada kök dəyişəcək. Rебенок, дети. Və ancaq təkdə olanlar, ancaq cəmdə olanlar. Burada siz budni də əlavə eləyin, tez-tez düşən sözdür. Siz burada sumerki də əlavə eləyin. Varota da əlavə eləyin. Cinsi və s. onları da əlavə eləyə bilərsiniz. Sonra müxtəlif cür halanan sözlər və xüsusi hallaması olan sözlər. Xüsusi hallaması olan sözlər iye, ih və iya ilə bitənlərdir. Bunların üçündə предложный падежdə mütləq şəkildə i şəkilçisi olur. Amma iya da həm родительный, həm дательный, həm предложный da i şəkilçisi olur. Məsəl üçün deyirik stansiya, stansiyi bu üçündə də olacaq. Sonra sifətdə əlbəttə ki, bilməliyik ki, bunlar
həm də şəkilçilərə uyğun da olan bilməlisiniz. Çünki orada soqlasovaniya var. Soqlasovaniya uzlaşma məsələsidir. Düzgün uzlaşma yoxdursa artıq səhv var. Bu üstünlük müqayisə dərəcələrində bilməlisiniz. Daha çox müqayisə dərəcəsi düşür, heç üstünlük də düşmür. Bir də ki, məsələn, görürsüz, хороший, лучше, bir də var самый хороший. Bu mətndə də sizə lazım olacaq. Yəni ən yaxşısı, ən yaxşısıdsa bu artıq seçir də. Biri var один из лучших deyir. Один из лучших. Bir də var deyir ki, самый хороший. Один из лучших, yəni yaxşılardan biridir. Seçir hansısa birini. Sonra sayılardan əlbəttə ki, daha çox один sizdə lazım olacaq. Məsəl üçün deyir ki, hansılardan işlənə bilmir одно. Hansılardan işlənə bilmir одна. Одно-дса средний родdur, одна-дса женский родdur. Ona baxırıq. Görürsüz, один день, одна дорога. Два-дsa мужской средний, burada hallanmış versiyası друга olur. Подруга özü женский rod sözdür, две olacaq. Oba, obini yadda saxlayırsınız, obi женский roddur. Burada da əlbəttə ki, baxırsınız uzlaşmaya. Sonra 2, 3, 4 родительный падежin tək formasındadır. 5 və daha artıq родительный падежin cəm formasındadır. Множественное число formasındadır. Onlara da fikir verirsiniz. Amma əgər digər toplu isimləri görürsünüzsə, onlar женский ilə средний ilə işlənə bilmir. Трое тетради məsəl üçün deyə bilmərik. Şəxs əvəzlikləri mütləq şəkildə bilməlisiniz. Daha çox bunlar düşür. Yəni мне forması, меня forması daha da çox düşür. Sonra yəlik əvəzlikləri, işarə əvəzlikləri, sual əvəzlikləri və necə onlar hallanır. Məsəl üçün deyirik ki, mой, родительный падежə salsas моего, дательное salsas моему və s. Feilə baxırsınız. Неопределенная forma, yəni məstər formasıdır. Mütləq şəkildə ya t məhki znak, ya t, ya ç məhki znak olmalıdır. Qayıdış feilidirsə, ya sə olur, ya s məhki znak olur. Sonra vidlərə baxırsınız. Görürsünüz, ıva sufiksi var. Bu несовершенныйdir. Ivası getdi. Sonra принести совершенныйdir. Приносить несовершенный vid olacaq. Burada nu sufiksi varsa artıq совершенныйə çevrilir. Pristavka artırıq совершенныйdir və tamamilə kök dəyişmə, necə ki deyirik, klass положить və s. Sonra bu şəkilçilərə baxırsınız ki, bu indiki zamandır. Bu arada indiki zamandırsa совершенный deyil, несовершенный olur. Və keçmiş zamanlara mütləq baxın. İndi keçmiş zamanda bəli, bilirsiniz ki, el sufiksi olur. Amma sırf məsəl üçün mok sözü, sırf nёс və ispyoka baxırsınız. Çünki kişi cinsində orada el sufiksi yoxdur. Amma bilməlisiniz ki, keçmiş zamandır. Bu sizdə məsəl üçün başqa bir məntiqi cəhətdən də nəsə bir olur. Yəni tək 11-lərdə deyil, hətta qısa mətnlərdə 9-larda lazım olacaq ki, məsəl üçün keçmiş zamandan mı söhbət gedir, yoxsa yox. Bu ciddisə artıq gələcək zamanı göstərəcək. Deməli, şəxsə görə dəyişməsi var və nakloneniyalar. Tez-tez rast gəlməsə belə bilməlisiniz. Məsəl üçün, iziyevительное nakloneniya xəbər şəkli sadəcə hansısa bir zaman növüdür. Əmr şəkli əmr eləyir və şərt uslovne deyirik. B və B var. Bu da əslində çox sadədir. Tez-tez rast gəlinməsə belə də bilməlisiniz yenə də. Zərf bu tez-tez düşür. Yəni zərfin suallarını bilməlisiniz. Daha çox откуда, куда və где-ni səhv salmayın. Sonra завтра, утром, поздно və s. Yəni bilməlisiniz ki, hansı причинanı göstərir, hansı səbəbi göstərir, yəni hansı məqsədi göstərir və s. Priloglara baxırsınız. Daha çox əlbəttə ki, na predlogu, v predlogu olan, vokruq, mimo predlogu bunlar düşür. Çerezi bilməlisiniz, mətndə də rast gələ bilər bu. O predlogu daha çox düşür. Amma digərlərdə mütləq şəkildə baxmalısınız. Bağlayıcılarda qarşılaşdırma, məsələn, bu daha çox düşür, buna fikir verə bilərsiniz. Sonra səbəb bağlayıcıları, zamanı, məsəl üçün, o yatana kimi ana yemək pişirirdi. Пока она спала, мама готовила еду. Пока götürə bilər. Sonra hər hansı bir məqsəd, məsəl üçün, məqsədi görürsünüzsə, чтобы-dan sonra уже məstər gəlir. Məstər, yəni t məhki znak, t yaxud ç məhki znak. Yox, əgər məsəl üçün bu hissədə görürsünüz, ana хотела, onda что yox, bu ki burada чтобы mənasında olacaq. Amma gördü ki, hiss etdi ki və s. artıq что yazacaqsınız.
Sonra şərt bağlayıcıları tez-tez düşür. Amma baxırsınız nəyə? Если бы olub qutarandan sonra da если gələcəyə yönümlü daha çox olur. Baxmayaraq ki, bunlara fikir verirsiniz mütləq şəkildə bu heç harada, haradan feillərə də baxırsınız. Məsəl üçün выйти verir, onda haraya çıxmaq yox, hardan çıxmaq mənasında olacaq. İza того, что məsəl üçün tez-tez düşə bilər, bu da səbəbi göstərir. Bu ədədlərdə ola bilər. Sonra bu cümlələr sizdə o qədər də rast gəlmir, amma sadəcə bu bağlayıcıların vasitəsilə ola bilər. Dialoqu bilməlisiniz. Mütləq şəkildə burada hər hansı bir sual varsa, o sualın cavabı gəlməmiş seçmirsiniz. Yəni mütləq şəkildə o sualın olmalıdır. Deməli, siz, yəni hərflərlə səslərin sayını fikir verəcəksiniz. Sonra orada sinonimdir və s. düzgün izahı olub olmamağı ona baxırsınız. Niverlə. Daha çox belə deyək də, məsələn, eksport sözü fikir verirsiniz. Məsələn, import. Demirik bu hər dəfə düşür. Amma düşə bilən sözlərin içindədir. Konspekt sözü məsəl üçün düşür. Eksport biz bilməlisiniz ki, vывозды ilə olan. Import vozdu. Sonra konspekt podrobnu deyil, korotkadır. Yəni podrobnu olmalı deyil. Podrobnu əhatəlidir. Bu isə qısa olmalıdır konspekt. Sonra məsəl üçün teorema требует доказательства, yəni tələb edir. Sübut. Aksiyomada isə yoxdur. Sübut, dəlil. Не требует deyirik. Не требует доказательств. Bəli, sonra hansı fərqli hissələri ola bilər ki, deyir ki, hansı kakoy sualına cavab verir, elə bir suallarda olur, siz artıq sifət seçirsiniz. Əlbəttə ki, xüsusi, ümumi, murskoy, женский, средний rod və baxırsınız. Məsəl üçün, birinci murskoy rod deyir, sonra srednik. Birinci murskoy rodlara baxırsınız, sonra sredni rodlara baxırsınız. Cəm, tək, падежный окончаниyalar olur. Hallanmayan isimlər ola bilər, hansı ki dəyişmir, onların da rodu var. Məsəl üçün, deyirik, kofe murskoy roddur. Dil adları murskoy roddur. Onlara da fikir verirsiniz. Uzlaşmadır, bu heç bunu dedik. Biz müxtəlif əvəzliklərin növləri, bitmiş, bitməmiş, şəkilləri, xəbər şəkili, şərt və əmr şəkilləri, zamanları, yenə də zərflərin fərqli xüsusiyyətləri və s. və bağlayıcılar, qoşmaları da bunları mütləq şəkildə bilməlisiniz. Yəni, bu qısa məlumatı da uşaqlar imtahandan öncə siz nəyə diqqət yetirməlisiniz. Hər birinizə yenə də sabahki imtahanda uğurlar arzu edirəm. Əsas odur ki, düzdür, həyəcan onsuz da olacaq. Bu sizin məsuliyyətli olmanızdan irəli gəlir. Amma ki, əsas odur ki, həyəcanınız təsir eləməsin. Yəni, diqqətlə sualları işləyin, diqqətlə hər sözü oxuyun və çalışın ki, hamısını yəni çatdıra biləsiniz ki, sonra qalmasın hansısa suallar sona yaxın və s. Və tələsməyin dərhal kodlaşdırma vərəqinə onu yazmağa. Çünki ola bilər ki, o suala qayıdacaqsınız və məsləhət görürəm ki, o suallara yenə qaydasınız. Fərqi yoxdur, siz rus dilini işləyirsiniz yaxud başqa bir fəni. Qaydın ki, tam əmin olasınız. Və son zaman, son yəni anda fikrinizi dəyişib başqa variant götürməyin. Əgər əmin deyilsinizsə o variantınızda. Və çox xahiş edirəm, şərti də diqqətlə oxuyun. Sizdə məsəl üçün niverni istəyir, düzgün olmayan mı istəyir, yoxsa antonim olan, yoxsa olmayan istəyir, sinonimi olan istəyir, yaxud соответствует istəyir. Соответствует nədir? Yəni uyğundur, противоречит uyğun deyil, əksidir. Mətnin daha əksidir. Diqqətlə oxuyun. Uğurlar hər bir şagirdə, fərqi yoxdur bu bizim, yəni şagirdlərimizdə, yaxud sadəcə bizim izləyicilərimizdir. Hər birinizə sabahki imtahanda uşaqlar uğurlar arzu edirəm.